Toxluq şəkərlərini ölçmək önəmlidirmi? Əlbəttə ki, bəli. Amma çox təəssüf olsun ki, pasiyentlərdən biz soruşduqda toxluq şəkərlərini, yəni yeməkdən 2 saat sonrakı şəkərlərini ölçürsünüzmü? Deyirlər xeyr. Aclıq şəkərləri bizə kifayət edir. Onu qeyd etmək istəyirəm ki, orqanların zamanla daha çox zədələnməsinə səbəb olan məhz toxluq şəkərləridir. Toxluq şəkərlərinin də bir hədəf dəyəri var. Sizin aclıq şəkərləriniz kontrolda ola bilər, amma toxluq şəkərləriniz çox yüksəkdirsə, zamanla sizdə diabetin fəsadları yaranacaqdır. Ona görə əziz diabeti olan pasientlər mütləq şəkildə aclıqla bərabər toxluq şəkərlərinizi də dəyərləndirin. Bu bizə sizin şəkərlərinizin nə qədər kontrolda olduğunu, eyni zamanda hansı qidadan sonra sizin şəkərlərinizin hansı həddə qalxdığını göstərəcəkdir. Və bəzən 3 aylıq şəkərləri biz dəyərləndirərkən çox yüksək rəqəmlərdə görürük. Pasiyentlər belə təəccüblə deyir ki, axı mənim aclıq şəkərim misal üçün 150-160 mq desilitrdən o tərəfə keçmir. Amma toxluq şəkərləri 300 civarında olur və bununla bağlı sizin 3 aylıq şəkərləriniz yüksək çıxacaqdır. Mütləq şəkildə hər ikisi dəyərləndirilməlidir və bu təlimi sizə həkim endokrinoloq hər vizitdə verməlidir. Bunları əgər siz ölçməzsinizsə, zamanla diabetin fəsadları ilə üzbəüz qalacaqsınız.